ki, bəylərin bəziləri işləmək istəmir, oturum evdə oyun oynayım, nə bilim, gedim dostlarımla əylənim, oturum onlarla çay içim. Ailəni düşünmürlər. Bir evdə soyuducunu açıb belə baxmırlar ki, mənim evimdə nə var, mən nə almalıyam. Amma misal üçün də indi mən öz ailəmdən belə görmüşəm ki, açır baxır mənim atam, nə lazımdır bilir, onun həmişə 2 qatın özünə həmişə ehtiyat tutan adam olub. Mən belə görmüşəm. Amma indi eşitdiklərim, bəzən gördüklərim məni şoka salır ki, yəni necə olub? Mən başa düşürəm, indi hamı öz atası, öz əmisi, öz dayısı kimi bir ailə həyatı ilə qarşılaşmaya bilər. Amma faciə ilə də qarşılaşmaq, yəni o da bir nə bilim başqa bir şey. Qadın hesabına yaşayan kişilər də var da, Var. Alfons deyirlər onlara. Alfons ad da tapıblar. Əvvəllər Alfons deyə bir şey var idi, yox. İndi Yox. bu günlərim onu özləri üçün bir Mən belə fikirləşirəm ki, bəzən biz xanımlar özümüz də buna yol açırıq. Keçən dəfə onu bir aktrisa ilə müsahibədə demişdi ki, qadın özü fürsət yaradır. Deyəsən elə Röya idi. Qadın özü Olar. fürsət yaradır, kişi də şərait yaradır, kişi də o fürsətdən bəhrələnir. İndi bəhrələnməsin də, desin ki, yox, ay xanım, lazım deyil. Amma qadın da bilməyərəkdən. Baxın belə deyək də, bu oğlun anası bir xanımdır. Düzdür? Tərbiyəni bu yöndə verib. Yenə də burada xanımın bir rolu var. Oğul bilmirəm indi onu küçədən görür, öyrənir, ətrafdan görür, o ayrı. Amma indiki bəzi valideynlər də var, deyir ki, mənim oğlum əziyyət çəkməsin. Niyə əziyyət çəkməlidir? Qız işləyirsə, qız özünə baxsın. Düzdür, xanım özünə baxmalıdır, xanım da özü ehtiyaclarını qarşılamalıdır. İşləyirsə özünə nəsə almalıdır, o ayrı. Amma bütün yükü xanıma yükləmək, orada xanım da əgər o yükü götürürsə, günah da xanımındır. Belə demək olarmı ki, bəzi kişilər deyir ki, elə arvad qazansın, mən yeyim. Olur. Bəzi kişilərdə olur ki, arvad qazansın, mən yeyim. Amma bunu hamıya şamil eləmək olmaz. Elə kişi var deyir, yox, mən qazanım, elə mənim ailəm yesin.